Meyxanaçı Ələkbər Yasamallı hazırda həbsdə olan və bibisi oğlunu qətlə yetirən həmkarı Rəşad Dağlıdan danışıb. Meyxanaçı Qapqara YouTube layihəsində Rəşadın övladları Yusif və Betil üçün narahat olduğunu deyib. Allah həbsxanada olan hər kəsin qapısını açsın. Zindan kişi üçündür. Allah onların balalarına səbir versin. Rəşada da Allah azadlığı duymağa nəsib etsin. Allah şahiddir, həmişə demişəm. Rəşad üçün o qədər də narahat deyiləm. Onun balaları, o həsrət üçün narahatam. Rəşad kişidir. Sabah bilmirik başımıza nə gələcək. Əməkdar artistlər Rafael İskəndarovla Coşqun Rəhimov ailəvi dost olmadıqlarını bildiriblər. Bu barədə 25 ildir dostluq edən sənətçilər həmin zar verilişində danışıblar. Bir-birimizin evinə ancaq xeyirdə şərdə gedib gəlirik. Ailəvi dostluğumuz yoxdur. Başqa günlərdə getmirik. İndi elə bir dövrdür ki, vaxtımız yoxdur. Rafael İskəndarov həmçinin bütün sirlərini Coşqunla bölüşmədiyini bildirib. Elə sirlər var ki, o da, mən də özümüzlə aparacağıq.